Araz və Oba marketləri bizi 12 saat ayaq üstə əmək müqaviləsi olmadan işlədir. Bunu izləyicilər yazır. Bu məsələni araşdırmaq və adı çəkilən şirkətlərin mövqeyini öyrənmək üçün həm Araz Supermarketlər şəbəkəsinin, həm də Oba Marketin rəsmi Facebook səhifəsinə bir sorğu göndərdim. Hələ ki, hər iki şirkət tərəfindən bir cavab almamışam. Amma mən bu məsələnin bir də dövlət tərəfinə toxunmaq istəyirəm. Bildiyiniz kimi ölkəmizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi var. Eləcə də Dövlət Əmək Müfəttişliyi xidməti fəaliyyət göstərir. Maraqlıdır. Az qala ölkədə hər kəsə məlum olan bu məsələ niyə dövlət qurumu tərəfindən araşdırılmır? Araşdırılırsa, niyə bir tədbir görülmür? Niyə Dövlət Əmək Müfəttişliyi bu məsələlərə göz yumur? Az qala bu ölkədə hər kəs bilir ki, bu marketlərdə, eləcə də geyim mağazalarında satıcıları 10 saat, 12 saat ayaq üstə işləməyə məcbur edirlər. Heç mi sizə şikayət daxil olmayıbdır? Daxil olubsa gördüyünüz tədbirlər nədən ibarətdir? Hardadır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi? Niyə bir tədbir görmürsünüz? Niyə maraqlanmırsınız? Niyə nəzarət etmirsiniz? İstər Araz market, istər Oba market, fərqi yoxdur. Bütün özəl şirkətlərin hamısı bu dövlətdə fəaliyyət göstərirlər.